axırıncı çıxış eləməklə bir şey deyil. Amma çalışacağım ki, vaxtınızı çox almayayım. Bir məlumat vermək istəyirəm, sadəcə bir nöqtəyə diqqətinizi cəlb etmək istəyirəm. Mən şərq filosofuyam, hara gedirəmsə şərq fəlsəfəsinin hədəflərindən danışıram. Bura mühəndislik universitetidir, mənim oğlum da buranı bitiribdir, mənim də bazı ixtisasım mühəndislik olub, fəlsəfədən müdafiə eləyənə qədər. Ona görə bu sahəni də azdan çoxdan özüm üçün təsəvvür edirəm. Mövzumuz reallığın dizaynıdır və şərq fəlsəfəsi bu baxımdan bizə nə deyə bilir? Reallığın dizaynı baxımından. Biz bütün meydanı verdik qərbə və qərb dünyanı insandan deyil, texnikadan düzəltməyə başladı. Bütün müasir təfəkkürün ümidi texnikayadır. Neçə min illik bütün ümid insana olubdur. Ki biz insanı dəyişdirəcəyik, dünya dəyişəcək, dünya daha ədalətli olacaq, dünya daha insani olacaq, bizim reallığımızı bu təşkil edəcək, insanilik məzmunu. Hədəfi dəyişdirdilər son 200 ildə. Hardasa yeni dövrdən başladı bu, 17-ci əsrdən, sonra sürətlənməyə başladı və indi xoşbaxtlıq texniki tərəqqi ilə, texnoloji inkişafla eyniləşdirilir. İnsandan əllərini üzüblər. İnsanı yaxşılaşdırmaq adlı bir hədəf yoxdur qərbdə. İnsanı kontrol etmək hədəfi var, çoxlu kameralar var qərbdə. İndi o hər yerdə də gəlir, Çinə də gedibdir. Hər yerdə face control. Cinayətkarlıqla da bu cür döyüşürlər. İnsanı düzəltmək yox, insanı kontrol etmək. Və yer üzündə texnokratik cənnət yaratmaqdır məqsəd. Əvvəllərsə belə deyildi. Əvvəllər insanlar anlayırdı ki, mağarada da xoşbaxt yaşaya bilər insan. Biz elə bir dünya yaratmalıyıq ki, insan mağarada da insani həyat yaşaya bilsin. Orta əsrlərdə də insani həyat yaşaya bilsin. Və bizim beynimizdə yaranan bu dəyişiklik onu gətirib çıxartdı ki, indi müasir adamlar hamısı əmindilər ki, əvvəlki əsrlərdə heç kim xoşbaxt olmayıbdır. Heç kim insani həyat yaşamayıbdır. Əsl insani həyat yalnız Wi-Fi ilə olur, internetlə olur və s. Bunu mən bəşəriyyətin böyük bir məğlubiyyəti kimi sayıram ki, insanı dizayn etmədən dünyanı dizayn etmək ideyasından əl çəkdilər. Şərq bundan əl çəkməyibdir. Şərq hələ də düşünür, nə qədər ona naif baxsalar da ki, bu texnokratik inkişaf dünyanı düzəltməyəcək. Şübhə edirsinizsə, hər gün yenilənən Epstein siyahılarına baxa bilərsiniz. Və ya PDD-nin siyahılarına. Dünyanın ən ikona isimləri hamısı oradadır. Bill Gates'in də şəklini gördüm o günü. Çox böyük bir elm adamları, kral ailələri, nəciblər. Amma insan çox sadə açılırmış. İnsan ya Konfutsi deyildi, ya göyə xidmət eləyir, ya da nəfsinə xidmət edir. Biz göyə xidməti, Allaha xidməti aşağıladıq, mənəvi legitimsizləşdirdik son əsrlər və nəticəsi bu oldu ki, mənəviyyatlı insan anlayışının özünü də savadlı insan anlayışına dəyişdirdik. Biz elə bildik ki, savadlı insan yaxşı insandır. Hardasa 30 yaşlarımdan başlayaraq mənə savadlı kimi bir tərif eləyəndə qıcıq duymağa başladı. Filankəs savadlı adamdır, az qala yaxşı adamdır deməkdir. Savadlı adam yaxşı adam demək deyil. Savadlı adam sadəcə olaraq informasiyalı adamdır. Bilməyənlər bilməlidir ki, indi oğru olmaq üçün də çox savadlı olmaq lazımdır.
Cambridge qutarmaq lazımdır, bank yarmaq üçün. Daha əvvəllər bir kuval da bəs edirdi. İndi o kuval da yetərli deyil bank yarmaq üçün. Və bütün rüşvət alan məmurlar şübhəniz olmasın ki, savadlıdırlar. Onların arasında xarici ölkələrdə universitet qutarmışlar da var. İndi oğurluq eləmək üçün çox savadlı olmaq lazım. Belə çıxır ki, biz mənəvi insanı itirdik. Amma əvvəlki əsrlərdə həmişə dünyanı mənəvi insandan başlayırlar. Konfutsiyonun bir tələbəsini göndərirlər Çində ucqar bir əyalətə və adamlar deyirlər ki, sən onu niyə ora göndərsən? Oralarda insanlar çox kobuddular, çox cahil bir yerdir, qaranlıq bir yerdir. O uşaq bədbaxt olacaq orada. Konfutsiya deyirdi ki, nəcib insan harasa gedəcək və oranın insanları kobud olmaqda qalacaqlar. Nəcib insan harasa gedəcək və ora cahil olmaqda qalacaq. İnsandan başlayırdı dünyanın yenilənməsi, dizaynı. Konfutsiyonun buna inamı çox böyük idi. Bilənlər də bunu bilir. Məsələn, tarixə də fikir versəz, görərsiniz ki, bütün sivilizasiyaların yenilənməsi 3-4 fərdin həqiqətlə qeyri-adi təmasından etkilənibdir. İsa Peyğəmbər kimi adamın, Zərdüş kimi adamın, Məhəmməd kimi adamın həqiqətə doğru gedib onu ilə təmas qura bilməsindən sivilizasyon fırtına yaranıb həmişə. Xalqlar dəyişir, dilləri dərinləşib, diskursları dərinləşib. Həqiqətlə təması yaranan insan olanda o öz ətrafındakı dünyanı da yenidən dizayn eləmiş olur. Buna geri qayıtmaq lazımdır. Buna geri qayıtmağa mane olansa yanlış təsəvvürlərdir. Yanlış təsəvvürlər dünyanın materialistik qavranılmasına əsaslanır. İnsanlar fizikanın qanunlarını qəşəng öyrənirlər, amma insaniliyin qanunlarının obyektiv olduğuna inanmırlar. Mənim biraz bəxtim gətirdi, mən şərq dinlərinin demək olar ki, hamısını öyrənmişəm. Deyim sizə, o dinləri birləşdirən ən ümumi fikir nədir? Sadə bir qanundur. Xardal toxumu boyda pislik eləsəz, qabağınıza çıxacaq. Xardal toxumu boyda yaxşılıq eləsəz, o da gəlib sizin taleyinizi tapacaq. Bu, ümumdünya cazibə qanunu qədər obyektiv bir qanundur. Amma müasir adam buna inanmır. Müasir adam başına gələn uğursuzluqların, cəmiyyətin başına gələn kataklizmaların səbəbini başqa bir şeylərdə axtarır. Elmdə axtarır, texnoloji yetərsizlikdə axtarır, özündə axtarmır və mənə görə bu biraz bizim indiki reallığımızın qüssəli tərəfini təşkil edir ki, biz artıq insanlığın obyektiv qanunlarından çıxış edərək gerçəklik dizayn eləmirik. Biz texnoloji qanunlardan çıxış edərək gerçəklik dizayn edirik. Bunun da içində insan yoxdur. İndi fikir verirsiniz, bəziləri spikerlərə qulaq asdım. Süni intellekt haqqında da çox ümidli danışırlar. Elə bilirlər ki, əsrin əvvəllərində robotların gəlməsi ilə yaranan bir balaca panika oldu. Yadınıza gəlirsə, Charlie Chaplin də bir məşhur film çəkmişdi robotlar haqqında ki, onun kimi keçib gedəcək bu da. Yox, keçib getməyəcək. Biz insansızlaşdırma həddini tutmuşuq. Fikir verin, son kəşflərimizdə insansız hava uçağı, insansız, nə bilim, üzəni, insansız. Biz insansızla, taksi belə insansızlaşır. Biz insansızlaşdırma yolunu tutmuşuq. Mənə elə gəlir ki, bu yoldan qayıtmaq lazım olacaq və üzünü yenidən şərqin qədim mənəvi təlimlərinə döndərmək lazım olacaq və insanı yenidən dizayn eləmək lazımdır. İnsanı isə dizayn eləmək onun ürəyinin yenidən inşası ilə bağlıdır. Müəllimlər filan şeyi oxuyun, yox, gedin bugün xeyir bir iş edin, gəlin dərsə deməyə başlayanda
biz o insani dünyaya qayıtmış olacağıq. Hep beynimizi yükləmişik. Elə bilirik ki, başımızda nəsə çatmır. Hansısa bir informasiya çatmır. Ona göre biz xoşbaxt deyilik. Ona göre işlərimiz əyri gedir. Ürəyimiz sıradan çıxıbdır. Ürəyin potensiyası yoxdur. Ürəyin potensiyası olanda o tamam başka bir insan olur. O dünyanı değiştiren insan tipine dönür. Başlayır ətrafını etkilendirmeye. İnsanilik yaymağı özündən. Yine deyirəm, peyğəmbərlərin həyatına baxsaz, tarixlər belə o adamlarla bağlıdır. Ya, mesela 2025 yaşayırıq biz, heç kim xatırlamır ki, bu İsa peyğəmbərin doğumu ilə bağlıdır. Müsəlman dünyasında öz tarixi vardır. Bu qədər önəmlidir insanın həqiqətlə təması, ürəyin inşası ilə özəlliklə. Ürəyin də inşası olmayanda insan böyük həqiqətləri dərk eləmir. Böyük həqiqətləri dərk eləmək üçün sizə indi elə təlqin edirlər ki, yalnız zəka lazımdır, yaxşı yaddaş lazımdır. Yox, böyük həqiqətləri dərk eləmək üçün çox geniş ürək lazımdır. Onu xeyr əməllərlə genişləndirərlər, onu təmizliklə dərinləşdirərlər. Şərq həmişə bu ilə məşğul olubdur. Məşhur Nizaminin pritçasını danışacağım sizə, o ilə də qutararam. Çin rəssamları ilə Rum rəssamlarını yarışdırırlar. Bir otaq qoyurlar və otağın iki divarını rəssamlara verirlər. Bir divarını Çinlilərə, bir divarını da Rumlulara, yəni Türklərə. O vaxt Türkiye'de yaşayanlara Rumlular deyirlər. Və Çinlilər özlərinə fırça tələb edirlər, boya tələb edirlər, başlayırlar çox gözəl bir mənzərə çəkməyə bu divarda. O birilər isə divarı ancaq təmizləməklə məşğuldurlar. O qədər sürtürlər divarı ki, divar cilalanıb güzgü səviyyəsinə gəlir, çatır. Və günlərin bir günü ortadan o pərdəni götürəndə baxıb görürlər ki, hər iki divarda eyni rəsm var. Amma burada daha böyük effekt var. Sən də qarşısında duranda səni də əks etdirə bilir o divar. Bax, şərq reallığı elə yaratıbdır. İnsan qəlbinin inşası, təmizlənməsi yeni bir reallıq yaradacaq. Biz texnokratik cənnətdə yaşayacaqmı? Yoxsa mağarada mı yaşayacağıq? Kənddə yaşayacağıq, toyuqların, inəklərin arasında mı? Önəmli deyil. Biz insani reallığı itirəndə biz xoşbaxt oluruq. Bizə texniki reallıq yox, komfort reallığı yox, insani reallıq lazımdır ki, biz özümüzü xoşbaxt hiss edəyik. O da insan qəlbi ilə bağlıdır. Deyəcəyim məlumat bundan ibarət.